Biri soruşa bilər ki, Rəşad qardaş, Fatimə nəyə görə gəlmişdi Abu Bakrın yanına? Nəyə əsasən gəlib tələb edirdi? Cavab budur ki, Fatimə radiyallahu anhə Allahın bu ayəsinə əsaslanaraq, ayə Nisa surəsində keçir. Allah subhanahu və teala buyurur, Yusikumullahu fi avladikum lizzəkəri mislu hazzil unseyeyn. Allah övladlarınız haqqında sizə tövsiyə edir. Kişiyə iki qadının payı qədər pay düşür. Və Fatimə radiyallahu anhu bu ümumi ayəyə əsaslanıb, gəlib, tələb edirdi. Elə ki, Fatimə Abu Bakrdan tələb etdi və Abu Bakr ona məsələni izah etdi və bu aralarında olan diyaloq baş tutduqdan sonra Fatimə Abu Bakrın yanından narazı halda çıxır və bu narazılığı müəyyən bir vaxt olur və sonra keçib gedir. Və bu barədə danışacağım inşallah qabaqda. Və bir məsələni qeyd edeyim bu məqamda. Ümumiyyətlə, təsəvvür olunmur ki, Abu Bakr kimi adam, məlum məsələdir ki, Abu Bakr bütün malını, var dövlətini, mülkünü, sağlığında, hamısını Allah yolunda sədəqə etmişdi. Düzdür? Belə bir adamın başqasının malına tamah salması, göz dikməsi bu təsəvvür olunmur. Mümkün deyil bu. Abu Bakr kimi adam hansı ki bütün malını, var dövlətini Allah yolunda sədəqə edib, sonra Fatimənin mirasına gözünü diksin, tamah salsın. Bu mümkün deyil. Bundan əlavə, Abu Bakr radiyallahu anhu o malı, yəni fədəyi, özü üçün götürməmişdi. Yəni, öz nəfsi üçün sərf etməmişdi. Hamısını müsəlmanlara sədəqə olaraq saxladı. Müsəlmanlara sədəqə olaraq saxlamışdı. Ona görə demək ki, Abu Bakr Fatimənin malına, mirasına göz dikmişdi, bu şək yoxdur ki, batildir.